İmam Hüseyin əleyhissalam buyurur ki, səbir məqsədə çatmaq üçün ən yaxşı vasitədir. Əgər bir insan bir məqsədə nail olmaq istəyirsə, səbirdən gözəl vasitə yoxdur. Hədisdə varid olduğunu çox demişəm. Səbir özü 3 növdür, 3 qismə bölünür. Birinci, bəla və müsibətlər qarşısında səbr etmək. İkinci, Allah Teala'ya ibadətdə və itaətdə səbr etmək. Üçüncü, günahlar və haramlar qarşısında səbr etmək. Bu 3 qrup, 3 növ, 3 qismə bölünən əməllər qarşısında əgər insan səbir edəsə, o insan, o mömin, o müsəlman o məqama yetişə bilər. İmam Sadiq əleyhissalam buyurur ki, qiyamət günü bir dəstə insan gələr behiştin qapısında durarlar, onlardan soruşurlar ki, sizlər kimsiniz? Cavab verərlər ki, biz səbr əhliyiz, səbr edənlərik. Onlardan soruşarlar, siz nəyin qarşısında səbr etmişsiniz? Sizin səbriniz nədən olur? Deyərlər ki, Allaha itaətdə və onun hökmünə baş əyməkdə, biz eyni zamanda günahlardan çəkinməkdə səbr etmişik. Allah Teala hitab edər ki, mələklərinə onlar düz deyirlər. Onlara yol verin ki, onlar behiştə daxil olsunlar. Həqiqətən onlar səbr edənlərdəndir. Əgər peyğəmbərlərin həyatına biz diqqət etirsək, Əyyub peyğəmbər yer üzündə olan insanlara bir nümunə ola bilər. Həzrət Əyyub peyğəmbər yaşadıkları müsibətlərlə düçar olduğu bəlalarda elə səbr nümayiş etdi ki, tarix daimi səbir qarşısında Əyyub peyğəmbərin səbrini yazır. Çünki Əyyub peyğəmbərin çox sayda mal, dövləti var idi. Həmən var dövlət əlindən getdi. Sağlam bədəni vardı, o sağlamlığı Allahın əlindən aldı. Övladları vardı, övladları əlindən aldı. Evi, eşi, xülasə, əkin sahaləri Allah Teala bunları hamısını onun əlindən aldı. Yalnız Allah Teala onu sınamaq üçün, imtihana çəkmək üçün bunları etdi ki, görək mənim peyğəmbərim bu çətinliyin müqabilində necə səbr edir. Əyyub peyğəmbər bütün bu çətinliklərin qarşısında, bu xəstəliyin qarşısında daimi Allah Teala'ya şükr etdi. Heç vaxt xəstəliyindən şikayət etmədi. Heç vaxt Allahdan özünə şifa diləmədi. Allahdan başqa heç kimə də sığınmadı. Allahın izni olmadığı üçün Əyyub peyğəmbər Allahdan öz sağlamlığını da, şifasını da diləmədi. Buna görə Həzrət Əyyub peyğəmbər bu bəlalar qarşısında Allaha daimi şükür edirdi və bütün bu çətinliklər qarşısında səbrin nümayiş etdirirdi. Bu səbrinin qarşısında, bu şükrünün qarşısında Allah Teala onun əlindən alanların hamısının artıqlaması ilə Əyyub peyğəmbərə qaytardı. Allah Teala Qur'an-ı Kərimdə buyurur ki,
və vəhəbnə Allahu və əhləhu və misləhu mə'əhum rəhmətən minnə və zikrə li-ulil əlbab. Sad surəsinin 43-cü ayəsində dərgahımızdan bir mərhəmət, ağıl sahiblərinə bir ibrət olsun deyə ona ailəsini və üstəlik bir o qədər də oğul, uşaq bağışladı. Allah Teala bu ayədə bir daha məlum edir ki, onun bu ağlına görə, onun bu səbrinə görə Allah deyir ki, öz dərgahımızdan ona oğul, uşaq və üstəlik əlindən nə alınmışdı, hamısını artırlaması ilə Əyyub Peyğəmbərə bağışladı. Elə ki, Əyyub Peyğəmbər Allah tərəfindən dua etməyə izni olduqdan sonra acizanə bir qul kimi Allahdan bəlaların dəf olunmasını, bəlaların ondan uzaq olmasını istədi. Allah Teala onun bu duasının cavabında buyurdu. Urkuz bir rizqikə halda muhtəsələn maridun və şərab inna vəcədnahu sabirən ni'məl əbd innəhu əvvab. Sad surəsinin 42 və 44-cü ayəsində Allah buyurdu ki, ayağını yerə vur. Əyyub Peyğəmbərə xitab etdi. Ayağını yerə vur. Bu yerdən çıxan bulaq yunacaq və içiləcək sərin sudan. O sudan iç və o su ilə qusl et. Bütün xəstəliklərin gedəcək. Əyyub Peyğəmbər ayağını yerə vurdu, yerdən Allahın iznə bir çeşmə çıxdı. O sudan içdi və o su ilə qusl etdi. Allahın izni ilə o xəstəliklər ondan getdi. Allah buyurur ki, biz onu müsibətlərə səbr edən gördük. Necə gözəl bəndə, o daimi Allaha sığınan bir kimsə idi. Allah buyurur, nə gözəl bəndə idi. Allaha sığınan idi. Allah dərgahına şükr edən idi. Allah bəlaları qarşısında səbr edən idi. Buna görə ki, hər bir mömin bu Peyğəmbərin həyatından özünə bir nümunə götürməlidir. Kimlərdə bir dərd, bəla, bir müsibət varsa, baxmalıdır bu Peyğəmbərin həyatına, ondan ibrət götürməlidir. Çünki həyatda həlli mümkünsüz olan bir dərd yoxdur. Həlli mümkünsüz olan bir iş yoxdur. Çünki Allah mümkünsüz dərdlərin şəfasını verir. Mümkünsüz bəlaların yolunu açır.